Növbəti xəstəmizi sizə təqdim edirik. 4-cü dərəcəli mitral qapaq çatışmazlığı xəstəmizdə qeyd olunur. Barlow tip bir mitral qapağa malikdir xəstəmiz və xüsusilə ön tayın ciddi prolapsı nəticəsində qanın sol qulaqçığa qayıtması və şikayətlərin əmələ gəlməsinə səbəb olmuşdur. Əməliyyatdan sonraki echoda gördüyünüz kimi qapaq tam normal funksiyasını yerinə yetirir. Artıq qan sol qulaqçığa qayıtmır və qapağın normal koaptasiyası qeyd olunur. Əməliyyatdan öncəki transtorakal echoda ciddi degenerativ qapaq qeyd olunur və qanın sol qulaqçığa qayıtmasını görürük. Ön tayın ciddi prolapsı burada aşkar görünür. Əməliyyatdan sonraki echo qapaq tam normal funksiyasını yerinə yetirir. Çatışmazlıq yoxdur. Ürəyin də funksiyaları normaldır. Əməliyyat sonrası digər bir echoda yenə də qapaqların bütün və ürəyin də funksiyası tam normal qeyd olunur. Qapaq çatışmazlığı yoxdur. Təşəkkürlər.